Salam hər kəsə. Bunun videosu saytda yenilənəcək, amma yenilənənə qədər bu formada etməyinizi tövsiyə edirəm. Bilirsiniz ki, forward zamanı bizim sənəddə göndərmə ehtiyacımız var. Sənədi eyni qaydada, deyək ki, PDF dosyasını yüklə deyək. Eyni qaydada bunu yüklədik. Təbii ki, məsələn, bugün 31 yanvardır. Yanvarın 1-i 2026, yanvarın 1-i 2027 bu formada qeyd edirsiniz. Burada da həmçinin mövcud hansı aydasınızsa həmin ayın 1-ci günü yaza bilərsiniz. Sabahdan məsələn fevral ayı başlayır. Burada artıq fevralın 1-i 2026, fevralın 1-i 2027. Burada da həmçinin fevralın 1-i edərsiniz. Bu formada etdikdən sonra eyni qaydada yükləyirik sənədi. Aşağı dəyişiklikləri uygula. Bunu etdikdən sonra indir deyirik və indir dedikdən sonra nə etmək lazım? Geriyə qayıdırsınız. Tüm araçlar bölməsinə gəlirsiniz. Burada PDF-dən JPG-yə var. Buna basırsınız PDF faylına. Buradan gəlib indirirsiniz. İndirdikdən sonra Save as JPG, Save as JPG. Bu formada. Artıq sənədi göndərən zaman PDF kimi yox, 2 dənə ayrı şəkil kimi göndərirsiniz. Gmail-ə vh@ebay.com adresinə PDF kimi yox, JPG kimi bu iki sənədi də göndərirsiniz, bu qədər. Olan dəyişiklik sadəcə budur.